Salam uşaqlar. Bugün sizə Carparkdə maşınlarımı göstərəcəm. Harda Carpark? Hamısını uşaqlar özüm puluna qalanmışam. Görün nə qəşəng maşınlarım var. Birinci gələcək maşının Oliyedir də. Ha başlayalım. Bu keçər. Bunu yığmamışam. Baxın belə. Pisdir məncə. Yığarım da bunu. Burada gəldiyin Oliyedimizə, Cabirin Oliyedisini oxşatmaq istəmişəm belə. Ya da Allah həyat mənə heç yaşıl yandırmadı. Belədir ki, mən də heç yaşıl belədir ki, mən heç qırmızı işıqda durmadım. Axın, görsünüz, avtoşist girecek. Bir də belə pirora. Bir də belə Passatım var. Bunu hala əl gəzdirməmişəm. Belə BMW'miz var. Belə. Bir dənə belə BMW'miz var. Kırmızı. Bir dənə bu maşın adı yadımdadır. Bir dənə Tofaş kaltarımız var. Bunu heç əl gəzdirməmişəm. Elə. Bir dənə bu maşın adını bir dənə şərhləri yazsın da. Bir dənə Laiperadoc. Viva. Laiperadoc. Böyle Ford'umuz var. Offroad eləmək üçün. Bir dənə belə Nissan GT-R idi. Neydi bunun adı? Belə BMW'miz var. Bunu xoşlayıram da. Yəni qapqara. Nə deyirlər bunun? Maşınımız var. Bir dənə də uşaqlar belə Chevrolet'imiz var. Bu Enes Batur'un var yerlədiyi maşın oxşur elə. Ağaca girdiği maşın. Bu mən Audi'mdir. Çok hoşdur ama profiti. Ha bir tane de belə. Buna çok hal gəzdirməmişəm. Bir tane belə fıstıq rəngli. Ha deyirlər BMW. Bir tane Porsche'm. Çok mümkün gelir bu. Bir tane Doblo var. Doblo 350 almışam bir tane. BMW'm var yine. Bir tane Mercedes. Belə. Bu da köşek gelir. Bir tane Porsche yine. Bütün maşınlarım qara değil. Bir tane böyle yapıyorsun, böyle maşın. Bir tane Lexus var. Bir tane Lexus var. Bir tane böyle Mercedes var. Bir tane böyle Ferrari var. Sarılar, civciv. Bir tane böyle Porsche. Bu da çok mümkün geliyor. Bir tane böyle yine ben Audi'm var. Hemen çıkayım. Bir tane böyle maşın var. Laiperadoc. Bir de Supra var, Toyota. Bilmem neçənciydi. Bir tane də uşaqlar üstü açıq maşınımız var. Hələlik uşaqlar videomuz bura qədərdir. Mən 50 milyon da yığdırmışdım. Heç nə qalım. Hələ